Herkese salam kızlar. Kanalıma vloguma hoş gelmişsiniz. Bu dəfəki vlog gəzinti vlogudur. Ümid edirəm bəyənərsiniz. Bu çox narahat olmayın ki, belə yol falan çəkmişəm. Çox azdır. Çünki vloqa hardansa başlamaq lazımdır ki, onda davamını gətirəsən. Əks halda bir şəkildə başlaya bilmirsən, xüsusən də biraz ara verəndən sonra. Və biz də həmişə rayona gedəndə gah günəş, gah yağış, gah külək bunlara, yəni təmas eləyə gedirik, çıxırıq və görürsüz burada da görüntülərdən də nəhayət gedirik. Yəni axşam çağı olardı ki, evə çatdıq. Mingəçevir vlogu deyən qızlar üçün deyirəm bu da. Burada fərqli formatda çəkmişəm. Çünki story falan üçün də istəyirəm. Bilirsiniz, Instagram səhifəm var. Orada da paylaşmaq üçün çəkmişəm. Düzdür, takib eləmirsiniz. O da gözümdən qaçmayıb. Nə qədər deməyimə baxmayaraq, postada link paylaşmağıma baxmayaraq, yenə də paylaşacağım linkini, görəcəm. Artıq vlog deyən qızlar heç girib takip eləməyib, hamınızdan incimişəm. Neyse, burada da bir sürü qab gülləri var. Burada həm həyət, həm qab. Bunlar bilirsiniz ki, bizim Mingəçevirdəki bağ evimizdə qaynanam yaşayır. Və yəni onun burada gülləri falan özü əkir, özü baxır. Yəni artıq həyat evinin olmazsa olmazlarıdır. Biz də dediyim kimi belə axşam çağı gəldik, çatdıq. Üstümüzü falan da heç dəyişməmişik. Burada biz, daha doğrusu yoldaşımla beraber aldığımız bu rozmarinləri əkirik. Bunlar nədir bilmirəm, bilənlər bilir, bilməyənlər üçün deyim ki, belə mən ümumiyyətlə şəhərdə bizə çox böyük həyətlər olmur və bəzən görürəm ki, bura ancaq əkirlər yaşıl dekorativ ağaclar. Onları çox da sevmirəm. Düzdür, görüntü gözəldir, amma boşda torpaq itkisidir mənə görə. Bir faydası yoxdur. Bunlar isə həm yaşıl olurlar, həm hər fəsildə çox böyümürlər. Belə kol kimi olurlar. İstənilən kimi budayıb forma vermək olur. Amma həm də faydalıdırlar. Bilməyənlər üçün deyim ki, rozmarin həm sağlamlıq, həm yemək üçün uyğundur. Ət yeməklərinə əlavə edirlər ki, mən eləməmişəm, amma çox tərifləyirlər ki, ətə çox ləzzət verir. Bir də ki, bu videolarda mən də görmüşəm, amma özüm eləməmişəm, dadını bilmirəm, amma ətri çox gözəldir, sveji halda ətri çox gözəldir. Həm də məhliyə də bu gözəl ətri versin deyə, görüntüsü olsun deyə və də faydalı bir şey olduğu üçün bu şəkildə aldıq və məhliyə əkdik. Deməli, bunun yarpaqlarından həm də saç üçün istifadə edirlər. Yüz üçün bilmirəm, amma saç üçün əminəm. Çox faydalı, çox təriflənir. Dəmləyirlər və suyunu saça püskürdülər bir müddət dalbadal və bu saçı gürlaşdırır, tökülmənin qarşısını alır, parlaq eləyir, saçı uzadır, saç keyfiyyətini yüksək səviyyədə eləyir. Artıq hava qaralır, gördüyünüz kimi mən də bacardığım qədər burada xırda məhlədə gülləri, ağacları falan görürsünüz ki, bir çoxu meyvə ağaclarıdır. Düzdür, bəzilərinin yeri düzgün əkilməyib. İndi onlarda zamanla düzəliş eləyərəm, çəkə bilsəm onlarda da çəkərəm, əgər orada olaramsa o prosesdə. Və bu arada göz haqqınızda halal eləyin qızlar. Bilirəm, hər biriniz alça sezonunu açmısınız, amma ola bilər ki, bu vlogu başqa fəsillərdə izləyənlər də ola bilər ki, buradan yəni hardasa ürəyi alça çəkər. O səbəblə deyirəm ki, göz haqqınızı halal eləyin. Bugünkü gündə elə ancaq axşam çağı gəldik, çatdıq biraz həyətdə və gələr gəlməz təbii ki, Mingəçevirdə ailecə restoranda biraz vaxt keçirdik, amma burada mən çəkiliş yenə eləyə bilmirəm. Çünki ailecə olduğu üçün açıq görüntülər çəkə bilmirəm qızlar, bilirsiniz. Burada da niyə eləyirəm? Çünki artıq hamı getmişdi, heç kim yox idi. Mən də rahat şəkildə çox xırda bir kadrlarda əlavə elədim. Bu işıqlı, belə parlaq Mingəçevirdən. Düzdür, artıq hər kəs yatıb burada, amma yəni Mingəçevirdə Kür kənarındakı olan bu restoranlar çox əyləncəli, rəngarəng olur. Bir də ki, hələ burada işıqlı gəmləri demirəm. Yayda xüsusən də bu fəsillərdə çox turistik olur. Gedib gəzməyənlər mütləq gedib gəzsin. Belə və bugünkü vlogumu burada tamamlayıram. Yəni daha doğrusu vlog tamamlamıram. Yəni günün kadrlarını tamamlayıram və keçirəm səhərsi günə. Bugün ev vlog olacaq. Qaynanam burada cücələr falan alıb gətirib. Dedim mən də bunları bir xırda çəkməyə başlayım. Və keçirəm artıq ev işlərinə. Vlogu səssiz və musiqisiz eləmişəm, amma bəzi yerlərdə musiqi əlavə eləyəcəm. Mətbəxdə günlük işlərimizi görəcəm. Görürsünüz, burada da yeni alçalar. Baxmayaraq ki, məhəlləmizdə alça var. Atam gələr gəlməz alçadan çamım alım deyə mənə bir torba alça göndərib, amma mən göndərdiyində gətirib, amma biz təbii ki, ora bir də baş çəkəcəyik. Bilmirəm, heç yadımda deyil, mən o kadrları çəkmişəm ya yox.
Amma növbəti vloqda da bu şəkildə olacaq. Cəmi cümlətən 2 vloq bu şəkildə olmağını planlayıram. Görək necə alınacaq. Belə, bu hissədə bilirəm ki, sevirsiniz ev vloqları, sıxılmayasınız deyə bunu yəni belə çəkirəm. Bu arada gələ biləcək suallara görə də deyim ki, qızlar, biz bu evi son bir 3 il falan belə, yəni özümüz tikdirmişik, torpaq almışıq. Yəni daha doğrusu yoldaşım torpaq alıb, tikdirib və amma burada yaşamırıq. Bura bizim belə bir bağ evimizdir, istirahət evimizdir. Bu bəzi fəsillərdə gedib bir həftə falan, yəni 1-2-3 gün deyim də, yəni bir həftəlik gedirik, amma hamısını burada keçirmirik. Çünki gedəndə çox gedəcək yerlərimiz olur. Belə burada vaxt keçirdirik. Və bilirsiniz ki, mən Bakıda qalıram. Yeni vloq, yəni vloqumu kanalımı bu vloqla kəşf edən xanımlar üçün də deyim. Bu bizim öz şəxsi evimizdir, amma Bakıdakı evimiz kirayə evdir. İşimizlə əlaqədar Bakıda qalırıq. Belə. İndi isə keçirəm təmizliyə. Yəqin ki, buraları səssiz eləyəcəm və ümid edirəm ki, bəyənərsiniz.
Qızlar, mən vlogumu burada bitirirəm. Ümid edirəm ki, sevərək izləmisiniz. Əgər kanalıma abunə deyilsiniz, abunə olmadan da keçməyin. Və növbəti vloqda da görüşmək ümidi ilə, ondan əvvəl isə şərhlərdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın.